Baxın, kalium 19-dur, oksigen də 8-ci elementdir. Biz bilirik ki, iyon rabitəsi kationla anion arasında yaranır. Bu 19-cu element stabil hala keçmək üçün ən yaxın təsirsiz qaz buna arqondur, 18-dir. Nə etməli? 1 elektron verməli, düzdür? Onda bu çevriləcək nə olacaq? Kalium 19 müsbətə, yəni kationa. Bəs oksigen 8-ci elementə ən yaxın təsirsiz qaz neon 10-cu elementdir. Nə etməlidir oksigen? 2 elektron almalıdır. Onda çevriləcək oksigen 8, 2 mənfiyə. Bu da olacaq anion. Deyirik ki, kation və anion arasında yaranan rabitəyə deyirik iyon rabitəsi. Amma bundan səndən nə istəyir? Sxem olaraq. Yəni, bax, burada şəkil var, gözləyin, göstərim. Bax, sxem olaraq bu şəkildə göstərsəniz, siz suala tam doğru cavab vermiş olursunuz. Belə də göstərə bilərsən. Amma sənə sxem deyir də, sən onu çəkməlisən. Aydın oldu. Ona görə bu şəkildə, bax, bu şəkildə atomlarla göstərmək ən yaxşısıdır. Gəlin, indi onu çəkək. Bunun üçün mən bilməliyəm ki, mənə neçə dənə oksigen atomu, neçə dənə kalium atomu lazımdır ki, bunları birləşdirim. Buna görə də çarpaz qaydasından və ya əküb qaydasından istifadə edə bilərik. 2 mənfi. Çarpaz qaydası deyir ki, bunların mütləq qiymətlərin bir-birinin indeksinə yaz. Yəni, bu oksigenin ikisi yoxdur. Oksigenin ikisini gətir kaliumun ayağına yaz. Bu müsbət nə deməkdir? 1 deməkdir. Bir rəqəmə heç vaxt yazılmır. Bunu gətir oksigenin ayağına yaz. Birləşmənin formulda olur kalium 2O. İndi uşaqlar nə edirsiniz? Baxın. Nə edirsiniz? Kalium atomu 19 idi, düzdür? İndi bu çevrilib müsbət kation olub 18. Siz 18-i atomun üzərində model olaraq yerləşdirməlisiniz. Necə? Biz bir təbəqə olaraq 18 necə olur? 2, 8, bir də 8, düzdür? Yəni, atomu buradan çəkirəm. Nüvə. İnşallah ki, yerləşdirə bilərəm. Bu ikinci təbəqə, bu üçüncü təbəqə. Mən biraz səliqəmə fikir verim. Bu da dördüncü təbəqə. Bu qələmin rəngini dəyişək. Bax, birinci təbəqə budur. Neçə elektron var? 2 elektron. Sən bunu yazırsan bura. İkinci təbəqədə 8 elektron var. 8-nə xət qoysan. 1, 2, 3, xət qoyuram da indi rahat olsun. 4, 5, 6, 7, 8 dənə. Üçüncü təbəqədə, əslində bu 19 olmalıydı da. Amma indi 18-dir. Üçüncü təbəqədə 8 nə yazırsan? 1, 2, 3, 4, 5, 6, 7, 8. Amma 19 olmalıydı axı. Görsən, bu nəyə çevrilib? Kalium müsbət iyona. Ona görə burada bir müsbət yazırsan. Kalium. İndi bir də nəyim var? Oksigenim var. Oksigen də 8-ci elementdir, amma 10 olmaq istəyir. Ona görə sən onu yazırsan bura. Oksigen üçün. Oksigen 8, 2 mənfi. Bu da kalium 19 müsbətdir. Bax indi. Oksigen 8, 10 olmaq istəyir, düzdür? Onu necə ayırırıq? 2, 8 forması. Deməli, birinci təbəqə var. Oy, bunu qaralan çəkək də qarışmasın. Bu birinci təbəqə var. Bu təbəqə. Bu birinci, bu da ikinci təbəqə. Oksigenin təbəqəsidir. Qırmızını götürək. Birinci təbəqədə neçə elektron var? 2 elektron. 1, 2. İkinci təbəqədə 8 elektron. 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada 10 dənə elektron var. Oksigen 2 mənfi kimi. Amma bunun yükü də var axı. 2 mənfi yükü var. Düzdür? Ona görə sən burada 2 dənə də mənfi göstərə bilərsən bu şəkildə. Bunlar arasında yaranan rabitə olacaq iyon rabitəsi. Aydındır, bu sxemi çəksə sizə bir quyruqlu 5. Keçək ikinci suala. İkinci sual. Kalsium 3, X2 birləşməsinin anionu ilə natrium müsbət iyonun əmələ gətirdiyi birləşmənin formulunu tapın. Uşaqlar, anion nədir? Anion mənfi yüklü hissəcikdir. Baxın, kalsium indeksi neçə var? 3. Bilirik ki, bu formul çarpaz qaydası ilə yaranıb. Onda bu 3 kimin 3 olmalıdır? X-in 3 olmalıdır. Ki çarpaz qaydasına gəlib kalsiumun ayağına düşündü. Ayaq deyək də lor dillə. Bu X-in ayağındakı 2 hardan gəlib? Kalsiumun ikisidir. İndi uşaqlar, kalsium nədir? Metaldır, düzdür? Biz demişik ki, metallar həmişə nə olur? Kation, yəni müsbət yüklənir. Onda bu X metalla metal heç vaxt birləşə bilmir. Onda bu X qeyri-metaldır. Və bu mənfi yüklənəcək.
Yəni uşaqlar, anion kimi oldu? Bax, bu x mənfi, x3 mənfi daha doğrusu. Anionu tapdıq, çıxartdıq buradan. Bu anionun natrium müsbət metalı ilə birləşməsi. Uşaqlar, birinci kim gəlir? Birinci metal gəlir. Yazıram birinci metal mı? İyon yükü də necədir? Müsbət. Sonra anionu gətirirəm. X3 mənfi. Bilirik ki, əkobla da eləyə bilərsiniz, çarpazla da eləyə bilərsiniz. Əkob belədir ki, natrium müsbət 1-dir də, bu 1 heç vaxt yazılmır. 1 ilə 3-ün əkobu neçədir? 3. 3-ü bölürsən 1-ə, eləyir 3, yazırsan natrium indeksinə. 3-ü də bölürsən 3-ə, eləyir 1, yazırsan x-in indeksinə və ya çarpaz qaydası ilə də eləyə bilərik. Deməli, birləşmənin formu olur natrium 3, N formasında. Bu oldu, öyrəndiklərinizi tətbiq edin. Keçək, öyrəndiklərinizi yoxlayın punktuna. Buranı siləyim. Öyrəndiklərinizi yoxlayın. İyon rabitəsi nədir? Necə yaranır? Dedik ki, iyon rabitəsi mənfi və müsbət yüklü iyonlar arasında yaranan rabitədir. Yəni, başqa cür desək, kation və anion arasında yaranır ki, bunun izahı kitabınızda çox gözəl şəkildə verir. Baxın. Kation, bir dəqiqə qələm götürüm. Kation və anionların bir-birini cəzb etməsi nəticəsində onlar arasında iyon rabitəsi əmələ gəlir. Kation müsbət, anion mənfi yüklü hissəcikdir. Siz də bilirsiniz ki, mənfi və müsbət yüklülər bir-birini eləyir, cəzb edir. Və yaxud bu sarı yerdəki cavabı da oraya yaza bilərsiniz. İkisi də düzgündür. Elektrostatik cazibə qüvvələrinin təsiri nəticəsində kation və anionlar arasında yaranan kimyəvi rabitəyə iyon rabitəsi deyilir. Keçək ikinci suala. 2. A və B elementi metal, A ilə B metaldırlar. X ilə Y elementi isə qeyri-metaldırlar. Deyir ki, hansı atom arasında iyon rabitəsi əmələ gəlir. Uşaqlar, iyon rabitəsi nədir? Metal, bir də qeyri-metal arasında yaranan rabitədir. İndi sizə sual verirəm. Mən sual verim, siz də özünüzə cavablandırın. A ilə B arasında iyon rabitəsi ola bilərmi? Fikirləşin. Xeyr. Niyə? Çünki A metaldır, B də metaldır. Metalla metal ümumiyyətlə birləşmir və fərz və ki, birləşdiyi iyon rabitəsi əmələ gəlir. Bir dənə də sual verirəm. X ilə Y arasında iyon rabitəsi ola bilərmi? Fikirləşin. Xeyr. Niyə? X qeyri-metaldır, Y də qeyri-metaldır. Qeyri-metalla qeyri-metal arasında iyon rabitəsi olmur. Bəs harda olur? A ilə X arasında. Niyə? A metaldır, X qeyri-metaldır. A ilə Y arasında A metal, Y qeyri-metal. Sonra B ilə X arasında B metal, X qeyri-metal. B ilə Y arasında yenə B metal, Y qeyri-metal. Yəni 4 növ birləşmədə və maddədə iyon rabitəsi ola bilər. Keçək 3-cü suala. Cədvəli dəftərinizi köçürün, müvafiqxanalar doldurun deyir. Uşaqlar, bu necə yazırıq? Gəlin baxaq. Əkobla da yaza bilərsiniz, çarpazla da yaza bilərsiniz. Birini əkobla yazar, birini çarpazla. Hərəsinə uyğun birinə nümunə götürək. Deməli, birinci xananın kəsişməyə baxın. Kimdən kim kəsişir? Natrium müsbətlə xlor mənfi. Bilirsiniz, birinci həmişə metal yazılır. Natrium müsbətlə xlor mənfi. Baxın, uşaqlar bəzən deyir ki, müəllimə, bəs bunların yükü hara gedir çarpaz qaydasında? Uşaqlar, qaydada belədir ki, sən bu müsbətlə mənfiyə fikir vermirsən. Ancaq çünki orada deyir ki, mütləq qiymət. Mütləq qiymət, yəni riyaziyyatla da getsəz, modudakı qiymətdir. Yəni orada yük nəzərə alınmır. Çünki məsələn, müsbət yazılma natrium, bu əslində müsbət 1-dir. 1 sadəcə olaraq yazılmır. Və yaxud mənfi 1 yazılır, bu əslində mənfi yazılsa, bu əslində mənfi 1 deməkdir. İndi gəlin çarpazla gedək və yaxud gəlin çarpazla gedək. Bax, 1-dir xlor, o biri yazın natriumun indeksinə. Natrium müsbət 1-də yazın xlorun indeksinə. 1-1 heç vaxt yazılmadığına görə birləşmənin formuludur natrium xlor. Gətirib burada da yaza bilərsən bir dəqiqə. Bunu böyütsəm, yazardım bura. Yenə böyüyür, A-sı böyüyürmüş. Gəldik, bura yazdıq natrium xlor. Keçək ikinciyə. Natrium müsbət, S2 mənfi. Çarpaz. 2 gəlir natriumun ayağına, buradakı 1 də gelir kükürdün ayağına. Birləşmənin 1 heç vaxt yazılmır. Birləşmənin formulu olur natrium 2S. Keçək o birisinə. Natrium müsbət, azot 3 mənfi. Gəlin buna əkobla eləyək. 1 ilə 3-ün əkobu neçədir? 3. 3-ü bölürəm buradakı 1-ə, eləyir 3. 3-ü bölürəm buradakı 3-ə, eləyir 1. Deməli, birləşmənin formulu olur natrium 3N.
Keçək maqneziumdan xlora. Maqnezium 2 müsbət, xlor mənfi. Deməli 1 gedir maqneziumun ayağına, 2 gedir xlorun ayağına. 1 yazılmadığına görə maqnezium, xlor 2. Sonra gəl birisine baxaq. Maqnezium 2 müsbət, kükürt 2 müsbət. Bax 2 2 2 2 yazdım. Eyni rəqəmdir və yaxud əgər ixtisar gedə bilən rəqəmsə, sən bunları ixtisar yaparsan. 2 ilə 2 ixtisar gedir, nə qalır? 1 1. Yəni maqnezium S qalır. O birisinin gəlin şahid tamamlayaq. Maqnezium bir dəfə, bir də azot var. Maqnezium üstü 2 idisə bu kimin ayağına gedəcək? Azotun. Azotun üstü 3 mənfidirsə bu kimin ayağına gedəcək? Maqneziumun. Ay. Bir dəqiqə. Maqnezium bura 2, bura 3. Düzəldi. Bu birisi olacaq alüminium xlor 3. Bu olacaq alüminium. Bax kükürt 2'dir də. Onda sən o 2'ni alüminium ayağına yazırsan. Alüminium 3'dürsə sən onu kükürdə yazırsan. Çarpaz. Alüminium S3. O birisi alüminium da 3'dür, azot da 3'dür. Deməli 3'lər ixtisar edəcək, birləşmə olacaq alüminium N formasında. Bu da öyrəndiklərinizi yoxlayın 3-cü sualı.